Test 18. Bir kadın 4 eşit uşaq dünyaya getirmiştir. Əkslərin üçündə 2 növ cinsiyyət vəzisi, birində isə 3 növ cinsiyyət vəzisi bədən boşluğunda yerləşmir. Deməli, birində 2 növü, birində isə 1 növü. Sınaqların bəzisində mən bunlara toxunmuşam. Qadınlarda baxaq. Qadınlarda hipofiz, epifiz, timus, mədalıtı vəz, cinsiyyət vəzləri, böyrəküstü vəzləri. Bunlar hamısı deməli harada yerləşir? 6 növü bədən boşluğunda yerləşir. Yerləşməyən bu kişilərdə də belədir. Qalxana bənzər ətrafı və qalxana bənzər vəzdir. 2 növ qadında deməli yerləşmir. Deməli bu 2 növ olan kimdir? Bu qadındır. Kişilərdə isə 3 növ yerləşmir. O nə yerləşmir? Hipofiz, epifiz, timus, mədalıtı vəz, böyrəküstü vəzlər, bunların işimiz yoxdur. Qadın və kişilər ikisində də bunlar deməli harada yerləşir? Deməli boşluqlarda yerləşir. Amma nəzərə alın ki, qalxana bənzər ətrafı qadınlarda da, kişilərdə də bədən boşluğunda yerləşmir. Kişilərdə oldu bu 2, amma nəzərə alın, kişilərdə cinsiyyət vəzləri də onlar bədən boşluğunda, yəni çana boşluğunda yumurtalıqdan fərqli olaraq yerləşmir. Deməli bu oldu 3, qadında 2. Deməli bu oldu deməli qadınlara aiddir bu 2 cinsiyyət vəzi yerləşməyən, 3 isə kimə aiddir? Kişilərə aiddir. Çəti qoyduq, yazdıq. Tapdıq. Əkslərin əmələ gəlməsi iştirak edən zigotlarda 132 asom xromosom olmuşdur. Zigotun asom xromosom sayı nə qədər olur? 44 olur. Obisləri yazmadım çünki obislər cinsiyyət xromosomlarda onları bəzdən müəyyənləşdirdik. 132-nin bölək biz neçəyə? 44-ə. Deməli fərqlər neçə zigotdan inkişaf edir? 3 zigotdan inkişaf edir. Neçə zigotdan? 3 zigotdan inkişaf edir, baxın. 3 zigotdan inkişaf edir. 3 zigotdan inkişaf edir. Dünyaya gələn əkslərdən birində 3 növ cinsiyyət vəzisi bədəndən kənardaydı. Bu kim idi? Bu kim idi? Bu deməli kişi idi. Deməli bu zigotun birindən özdə hansı 44 plus x, y-dən başlanğıc götürüb bir dənə ekiz 44 plus x, y oğlan uşağı. Birindən. Qaldı 2 zigotumuz. Dünyaya da deməli gəlib neçə uşaq? Dünyaya gəlib deməli 4 əkiz uşaq dünyaya gəlib. 4 dənə deməli əkiz uşaq dünyaya gəlib. Qaldı 2 zigotumuz. Qaldı neçə zigotumuz? Qaldı deməli, qaldı 2. Deməli 2 zigotumuz. 2 zigotumuz. Bunu biz nə edə bilərik? 2 zigotumuzdan birini belə edə bilərik. Zigot. Mən niyə 3 zigota getməliyəm? Çünki məcburam. Çünki 132 asom xromosom var. Zigotun biri 44 plus x, x və bu başlanğıc verib. Ta ki 2 dənə qız uşağına 44 plus x, x, 44 plus x, x, 2 dənə qız uşağına 3 uşaq var artıq və bir zigot isə o da 44 plus x, x başlanğıc verir kimə? Deməli 44 plus x, x qıza. Bir zigotda həm oğlan həm də qız uşağı dünyaya gələ bilməz. Mən qızların ikisini niyə bir zigot apardım? Ona görə ki 3 dənə zigotum var. Onları mən xərcləməliyəm çünki 132 verim. Və indi görün bizdən nə soruşur? Neçə cift androgen, neçə cift progesteron hormonu, neçə cift androgen, neçə cift progesteron hormonu ifraz etmişdir? İndi fikir verin. Burada çox qəribə bir şey yarar. Mən bu sınaqların birində demişdim. Ümumiyyətlə neçə dənə cift təsiri? 3 dənə zigot varsa, 3 zigota təsir edən deməli cift deməli 3 dənədir. 3 dənə ciftdən söhbət gedir. Hər bir zigota ayrıca bir cift. Hər zigota bir dənə ayrıca cift. Bunu qoyduk qırağa 3 dənə cift.
Bu uşaq kim bədəndə inkişaf edir? Ana bətnində. Ana bətnində yumurtalıq, yəni ilk baxışdan tez səp təsir bağışlayır. Ana bətnində yumurtalıqda androgen əmələ gəlmir. Progesteron əmələ gəlir, amma androgen əmələ gəlmir. Deməli, burada nəsə bir məntiq var. O məntiq də ondan ibarət ki, bu kişidə ikincili cinsi əlamətlər hələ embrional şəklində formalaşırsa, biz 3 aylığında bu uşağın cinsiyyətini müəyyənləşdirə biliriksə, o kişi cinsi xüsusiyyətlərini bunda ancaq androgen yarada bilərsə, deməli, baxmayaraq ki, yumurtalıqda androgen ifraz olunmur, orada ikinci cinsiyyət əlamətləri əmələ gəlir. Deməli, burada bir nəsə əmma var. Əmması da odur ki, bəli, embrion, kimin embrionu? Bax, bu kişinin embrionu 7-ci həftədən başlayaraq androgen ifraz edir. 7-ci həftədən başlayaraq yumurtalıq yox, kim? Döl. Kimin dölü? Oğlan uşağının dölü başlayır, deməli, nə ifraz eləməyə? Androgen ifraz eləməyə. Deməli, fikir verin, androgen elə bir hormondur ki, ana bətnində də hormon ifraz edir. Həm də kişilərdə post-embrional şatördə nə edir? Hormon ifraz etmiş olur. Fikir verin, necədir? Çünki bunda ikinci cinsiyyət əməl formalaşsa, bu androgen işidir. Progesteron. Bunların problemi yoxdur qızlarda. Qızlarda çünki ana bətnində də yumurtalıqlar progesteron ifraz edəcək. Və sizə deyim, məsələn, az miqdarda da döldən gəlir, amma əsas rolu ana oynayır burada. Deməli, bax, 2, bunu yadda saxlayırsınız. Androgen həm embrional şatöründə fəaliyyət göstərir, həm də post-embrional şatöründə fəaliyyət göstərir. Post-embrional artıq kişilərə aiddir. Embrional dövrü ana bətninə aiddir. Çünki ola bilməz ki, ana bətnindən kişilik xüsusiyyətləri formalaşsın və orada androgen olmasın. Bu mümkün olan şey deyil. Amma bunu yadda saxlayın mütləq. Mütləq. Amma onu ananın yumurtalığı mı ifraz edir androgeni? Yox. Onu dölün, embrion ifraz edir. Embrionun, yəni artıq 2 aylığında embrionda xayrıqlar var, tohumluq zəif də olsa var və o tohumluq nə ifraz edir? Androgen. Deməli, zigotların bir inkişafına təsir göstərib androgen, buna ikisinə isə təsir göstərib progesteron. Bu zigota 2 deməli zigota, daha doğrusu 2 düşəyin inkişafına birinə təsir göstərib androgen, tabuqa variantı 1, birimiz harada var? 1. Diğer variantda 1, 2. Deməli, bu testin cevabı olacaq nə? 1 bu oğlanlara aiddir, 2 zigotda isə progesteron hormonu ifraz olunub çift tərəfindən. Test 18 variant Y. Bu testdə